Fernand Magellan adı bugün tarix kitablarında kəşfiyyatçı, dənizçi, İspan donanmasının kapitanı kimi keçir. Amma o, hər şeydən əvvəl sualların içində yaşayan bir adam idi. Portuqaliyanın Sabra şəhərində doğulmuşdu. Sarayda hərbi xidmət görmüşdü. Amma ruhu saraya yox, üfüqlərə bağlı idi. Zənginlik üçün yox, xəritənin o biri üzünü görmək üçün yola çıxırdı. Portuqal kralı onun planını qəbul etmədi. O isə vaz keçmədi. Layihəsini götürüb İspaniyaya getdi. Çünki bu səfər sadəcə coğrafiyaya yox, ideya səfəri idi. Dünyanın formasını sübut etmək üçün düşüncənin sərhədlərini zorlayan bir çağırış idi. Əsrlərdir dünyanın kürə formasında olduğu ehtimal edilirdi. Aristotel ay tutulmasında yerin kölgəsinin dairəvi olduğunu müşahidə etmişdi. Eratosfen isə günəş bucaqlarına əsaslanaraq yerin ölçüsünü təxmin etmişdi. Amma bütün bunlar yalnız nəzəriyyə olaraq qalırdı. Magellan və onun heyəti bu ideyanı ilk dəfə reallıqda sübut etdilər. Onların səyahəti sadəcə coğrafiyanı deyil, insan düşüncəsinin sərhədlərini dəyişdi. 1519-cu ilin sentyabrı. 5 gəmi, 270 nəfər. İnsan yaddaşına yazılmamış okean yollarına doğru üst tutdular. Əvvəlcə Atlantik okeanını keçdilər. Kanar adalarından Cənubi Amerikaya doğru irəlilədilər. Sahillər görünəndə ümid, yox olanda qorxu doğurdu. Çünki insan bəzən dənizin sükutundan da qorxa bilərmiş. Donanmadakı gəmilərdən yalnız biri, Victoria geri döndü. Az adam bilir ki, bu gəmilərdə yalnız Avropalılar yox, müxtəlif xalqlardan olan adamlar, Afrikalı qullar, müsəlman tərcüməçilər, Hindistanlı navigatorlar da var idi. Magellan özü bir neçə dil bilirdi. Portuqal, Kastilya və Malay dilləri. Bu ona Cənubi Şərqi Asiyada yerli tayfalarla ünsiyyət qurmaqda üstünlük verirdi. Cənubi Amerikanın cənub ucunda xəritələrdə göstərilməyən bir boğaz kəşf etdilər. Bu, okeanın digər tərəfinə keçmək üçün yeganə yol idi. Dənizin, torpağın, günəşin dəyişdiyi bir nöqtə. Daha sonra bu keçid onun adı ilə çağırıldı. Magellan boğazı. Boğazı keçəndə qarşılarında nəhəng və tanınmaz bir su səthi açıldı. Avropa ilk dəfə bu qədər geniş bir okeanı görürdü. Magellan bu yeni suya Sakit Okean adını verdi. Amma bu adın əslində sakitlik ilə çox az əlaqəsi var idi. Aylarla okean sularında sürüklənən heyət aclıq, xəstəlik və üsyanla mübarizə aparırdı. Bəziləri geri döndü, bəziləri dənizdə yox oldu. 3 gəmi yolda itdi. Amma səfər davam edirdi. Çünki məqsəd finiş deyil, sübut lazım idi. Sonda yox, başlanğıcda olan həqiqəti isbat etmək. Onlar sıçan əti yeyir, köhnə dəri parçalarını qaynadıb içirdilər. Gəminin taxtasından çıxan kifli toz belə ədviyyat sayılırdı. Skarbut, C vitamini çatışmazlığı adamları bir-bir aparırdı. Bu səfər coğrafiyadan çox insan bədəni və iradəsinin dözümlülüyünü sınayırdı. 1521-ci ilin yazı Filippin adalarına çatdılar. Qəribə bir sükut vardı bu torpaqlarda. Yerli qəbilələrlə ilk təmaslar quruldu. Magellan bura yalnız xəritə doldurmaq üçün gəlməmişdi. O, inandığı dini də bu insanlara tanıtmaq istəyirdi. Və bəlkə də burada onun məqsədi dəyişməyə başladı. Elm üçün başladığı bu səyahət getdikcə ideoloji və dini nüfuza çevrildi. Səfər artıq xəritələri yox, insanları dəyişdirmək istəyinə yönəlmişdi. Dini təbliğatla siyasi nüfus yaratmağa çalışdı. Yerli başçılarla razılıq əldə etdi. Bəziləri xristianlığı qəbul etdi. Amma bir adam Lapu-Lapu təslim olmadı. 26 aprel 1521-ci il. Magellan və adamları Magdan adasında döyüşə girdilər. Avropa silahlarına güvənirdi. Düşünürdü ki, dəmir, barıt və nizələr hər yerdə qalib gəlir. Amma Filippin torpaqlarında qələbə silahla yox, iradə ilə ölçülürdü. Və o sahildə Magellan vuruldu. Yalnız bədəndə nizə saplanmadı. Arzusu da orada erişib qaldı. Dünyanın ətrafını dövr etmək arzusu. Lider getdi, amma ideya yerində qaldı. Donanmanın sağ qalan heyəti Juan Sebastian Elcano'nun rəhbərliyi ilə səfəri tamamladı. 1522-ci ildə yer kürəsi ilk dəfə tam dövrə edildi. 5 gəmi ilə başlayan bu səfərdə yalnız bir gəmi Victoria geri döndü. 270 nəfərdən yalnız 18 nəfər sağ qalaraq vətənə çatdı. Amma onlar
yalnız qitələri deyil, insan düşüncəsinin sərhədlərini keçmişdilər. Magellan geri dönmədi, adı doğma yurduna yazılmadı. O, heç vaxt tamamlanmış bir qələbənin sahibi olmadı. Amma okeanlar onun ayaq izlərini saxladı. Və bir düşüncə doğur. Əgər o, döyüşə girməsəydi, səssizliyi seçsəydi, qılıncla yox, qələmlə davam etsəydi, bəlkə də o gəmi geri qaydanda içində Magellan da olacaqdı. Dünya onu yalnız kəşfiyyatçı deyil, xilası ilə dönən insan kimi tanıyacaqdı. Amma elə yollar var ki, sonunda insan qalmır, yalnız iz qalır. Ondan əvvəl dünya yalnız təsəvvürdə kürə idi. Magellan sübut etdi, dünya sonsuz deyil və insan öz qorxusunu aşdıqda dünyanın deyil, öz içinin sərhədi ilə qarşılaşır. Bu, bir səyyahın hekayəsi deyildi. Bu, zehniyyəti dəyişən bir səfərin tarixidir.